Bura gələndən sonra hər şey vaxtında yatıram, vaxtında dururam, enerjikəm, pozitivəm. Mən Zeynəb Mövsümova, 14 yaşım var, 7-ci sinifə gedirəm. Uşaqlıqdan gələn bir istəkdir, amma artıq qərarımı vermək istədim ki, aktrisa olmaq istəyirəm. Buranı çoxdan da izləyirdim, ailəmə deyə bilmirdim də, yəni getmək istədiyimi. Mən əslində çox qapalı bir insan idim. Heç kimlə ünsiyyət qura bilmirdim, danışa bilmirdim. Amma bura gələndən sonra onlardan artıq yavaş-yavaş çıxdım. Biraz yorucu idi, amma toparladıq deyə düşünürəm. İlk öncə pərdə açılmadan əvvəl hər şey çox yaxşı idi, amma hiss edirsən ki, səhnəyə çıxacaqsan, onda biraz stres gəlir. Bura gələndən sonra hər şey vaxtında yatıram, vaxtında dururam, enerjikəm, pozitivəm. Əvvəllər elə bir insan deyildim. Əvvəllər çox soğuq bir insan idim. Dururdum, ancaq insanların üzünə baxırdım. İndi ünsiyyət qururam, danışıram. Deyirlər çox dəyişirsən ora gedəndən sonra. Telefondan baxanda deyirdim çox rahat, çox çətin imiş. Yəni bir şeyin üstündə 10 dəfə məşq edirsən, yəni yorulursan, amma deyil. Heç kim sənin nə düşündüyünü deyil, öz düşüncələrinizlə gəlin. Məncə gəlin, sınayın, görün. İstədiyiniz hər şeyi bacara bilərsiniz.